Burada bütün bu qırmızı T hərfi, L hərfi olanlar hamısı bir-birinə bağlıdır. Bunları çözmək üçün buranı ən azı çözməliyik. Ya da burada 9 dənə, 10 dənə gediş getməliyik. Baxacağıq da görək hansılar bizə daha rahat. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 xananı açmalıyıq ki, oyunu bütün bu qırmızı daşları minalanmış ərazini də aça bilək bu hissəni. Başladıq. Gördüyünüz kimi Wi-Fi-miz, mobil datamız bağlıdır. Buradan başlayacağıq ki, nələrsə eləyək. Görək birinci hardan başlaya bilərik. Hədə biraz çətindir. Çətinliyimiz var ki, eləyə bilirik. Baxırıq ki, burada 2-lər gedib, bu üstündə yoxdur. Bu da diqqətli olmalıyıq ki, səhvə yol verməyək. Çox diqqətli olmağımız lazımdır. 1, 2, 3, 4, 5, 5 tamdır. 5 tamdır, sonda belədir. Biraz çətin məsələdir bərabər açmaq. Hamısını çəkməyəcək, daha sürətli getməyə çalışacaq. Məsələn, 3, bu 4-ü ona görə qoyduq ki, burada olsa bu ətrafda olmayacaq, onda 4-lərin sayı düz gəlməz. Yəni, məsələn, beləcə 1, 4, 2, 3, 4. Lakin yuxarıdakı 4-ün o biri xanası 3-ün üstündədirmi, 4-ün üstündədirmi, onu tutmaq biraz zordur. Hər halda burada yoxdur. Çünki burada olsa arxasında da ikisi olmayacaq. Biraz qarışıqdır. Biraz da yuxarıdan baxsaq məsələyə. Yenə də qarışıqlıq var. Yenə bir başqa səhv elədik. Yandırdıq.